Xeyr, bugün sizlərlə dil qaydaları ilə tanış olacağıq. Gəlin baxaq. 4A tapşırığında cümlələrdə yazmaq feilindəki şəkillərə diqqət edin. Hər bir cümlədə feilin zamanını, şəxsini müəyyən edin. Birincisində yazdım sözüdür, hərəkət bildirən. Hansı zamandadır? D keçmiş. Keçmiş zaman. Şəxsi yazdım. Kim yazdı? Baxın. Mən yazdım. Yazan mənəm. Birinci şəxsin təki. Keçək baxaq. Sən məktub yazırsan. Nə edirsən? Yazırsan. Yazan kimdir? Sən. İkinci şəxsin təkidir. Bax, yaz sözün kökü ır. İndiki zaman san da şəxs şəkilsi, şəxs olmaq şəkilsi. Deməli, indiki zaman üçüncü, o məktub yazacaq. Nə edəcək? Yazacaq. Kim? O. Yaz sözün kökü. Acaq nədir? Gələcək zaman. Kim yazacaq? O üçüncü şəxsin təki. Deməli, feilin şəxsi və zamana görə dəyişməsi, hərəkəti icra edən şəxsdən, yəni şəxs və vəzifələrdən söhbət gedir. Mən, sən, o, biz, siz, onlar. Və zamandan, zamana hansıdır? Keçmiş zaman, indiki zaman, gələcək zaman. Asıl olaraq feillər müəyyən şəkilçilər qəbul edir. Bu zaman feilə əvvəlcə zaman, sonra nə qoşulur? Şəxs şəkilçisi qoşulur. Gəlin baxaq. Sözün kökü burada çalış feilidir. Ir indiki zaman, sınız da şəxs şəkilçisidir. Hardan bilirik? Yaxşı, bu neçənci şəxsdir? Siz çalışırsınız. Demək, ikinci şəxsin cəmi. Feil üçüncü şəxsin təkində aid olan şəxs şəkilçisi qəbul etmir. Bir dənə üçüncü şəxsin təkidir ki, özünə məxsus şəxs şəkilçisi yoxdur. Yerdə qalan hər birinin varıdır. Yəni, hansısa sözü var. Məsələn, üçüncüyə baxın. Biz burada görürsünüz ki, üçüncü şəxsin təkində də ancaq gələcək zaman var. Digər şəkilçi yoxdur. Yəni, biz şəxs şəkilçisi görmürük burada. Görmədiyimiz zaman avtomatik bilirik ki, üçüncü şəxsin təkində olanlar özünə məxsus şəkilçisi yoxdur. Gəlin baxaq. Feillərin hansı zamana aid olduğunu müəyyən edin. Zaman şəkilçilərinin altından xətt çəkməklə cümlələri köçürdün. Aha. Siz bunu cümlələri köçürdəcəksiniz. Zaman şəkilçisinin altından xətt çəkib zamanını qarşısından yazacaqsınız. Məsələn, birincisini nümunə olaraq verilibdir. İkincisinə baxaq. Sən bu işi bacaracaqsan. Acaq şəkilçisinə baxaq. Hansı zamanda qabağından yazacaq bu cümləni köçürəcəksiniz, yazacaqsınız gələcək. Mən babamı çox istəyirəm. Yenə bu cümləni köçürdürsən. İstə sözün kökü ir indiki zamandır. Həm də şəxs olmalı. Ir indiki zaman. Siz bu xəbərə çox sevinəcəksiniz. Əcək şəkilçisinin gələcək zaman. O səbirlə hamını dinlədi. Keçmiş zaman. Biz sizi axşam yeməyini gözləyirik. Ir. Gələcək zaman. Yəni, üzr istəyirəm, indiki zaman. İndiki zaman. Keçək. Verilmiş feillərə şəxs şəkilçiləri müəyyən edin. Yəni, hərəkətin hansı şəxsə aid olduğunu müəyyən edəcək. Gəlin qarşısından yazaq. Bir sözləri yazaq və qarşısından qeyd edək. Tapşırıq C. Böldük. Kim böldük? Bax. Biz böldük. Birinci şəxsin cəmi. Cücərdi.
O cücərdir. Burada şəxs şəkilçisi yoxdur. Şəkilçi dic zaman şəkilçisidir. O zaman bu üçüncü şəxsin təki. Keçək, büdrədim. Mən büdrədim. Birinci şəxsin təki. Bişirirsən. Sən bişirsən, ikinci şəxsin təki. Mən baş hərflərini yazacağım ki, çox zamanımız getməsin, amma siz yazarsınız. Buraxdılar. Onlar buraxdılar. Üçüncü şəxsin cəmi. Bilərsiniz. Siz bilərsiniz. İkinci şəxsin cəmi. Bəyənirik. Biz bəyənirik. Birinci şəxsin, sondakı ikdən, sinizdən, bunlardan görmək olur. Bəyənirik, biz bəyənirik. Birinci şəxsin cəmi. Xoşladın, sən xoşladın. İkinci şəxsin təkim. Bəsləyirlər. Onlar bəsləyirlər. Üçüncü şəxsin cəmi. Çağıracağıq. Biz çağıracağıq. Birinci şəxsin cəmi. Oxudunuz. Siz oxudunuz. İkinci şəxsin cəmi. Çaşıram. Mən çaşıram. Birinci şəxsin təki. Calayırsan. Calayarsan. Sən calayarsan. İkinci şəxsin təki. Bizdən indi nə istəyir? Oradakı feilləri qeyd edəcəyik və cədvəl əsasında tərtib edəcəyik. Tamam. Deməli, oradakı olan feilləri yazmışam. İndi gəlin, hansı zamanda olduğumu, mış varsa, keçmiş zaman. Biz inanmışıq. Birinci şəxsin cəmi. Dərdi. Keçmiş. O dərdi. Üçüncü şəxsin təki. Dayandıq. D və ıq. D keçmiş zamandır. Biz dayandıq. Birinci şəxsin cəmi. Güvənirəm. İr. İndiki zaman. Mən güvənirəm. Birinci şəxsin cəmi. Dəyişdiniz. Di keçmiş. İniz. Siz dəyişdiniz. İkinci şəxsin cəmi. İstədim. Di keçmiş. Burada dağıdacaqları yazmamışam. Onu da yazaram. İm. Birinci şəxsin təki. İlk sözü yazmamışam. Dağıdacaqlar. Dağıdacaqlar. Acaq varsa gələcək. Lar varsa onlar dağıdacaqlar. Üçüncü şəxsin cəmi.
yazıb bu cür şəkildə qeyd edir. Sonra D tapşırığı. Qaçmaq, susmaq, görüşmək feillərin şəxsi və zamana görə feillərin şəxsi və zamana görə dəyişin. 3 zamanda işlədək. Tapşırıq D. Deməli, keçmiş zamandan başlayaq. Qaçdım, mən qaçdım, qaçdım. Qaçdı, üçüncü şəxsdə. Biz qaçdıq, qaçdıq. Siz qaçdınız. Onlar qaçdılar. İndi gəlin bunu indiki zamanda eləyək. Qaçıram. Qaçırsam. Qaçır. Qaçdıq. Qaçdınız. Qaçdılar. İndi gələcək zamanda eləyək. Qaçacağam. Qaçacaqsan. Qaçacaq. Qaçacağıq. Qaçacaqsınız. Qaçacaqlar. Bu sadəcə deməli qaçmaq feilinə aid 3 zamanda və şəxsə görə dəyişmişəm. Deməli bunlar hansı oldu? Keçmiş, indiki, gələcək. Şəxslər hansılar oldu? Burada yer olmasa da mən, sən, o, biz, siz, onlar. Bunlar bu şəxsə vəzifələrdir, yazdıq. Keçək indi digərinə. Susmaq. Sustum. Sustum. Sən sustun. O sustu. Biz sustuk. Siz sustunuz. Susular. Keçək indiki zamanda işləyən. Susuram. Susursam. Susur. Sustuk. Sustunuz. Sustuk yazdım. Susurduk. Susurlar. Gələcək zamanda işlədək. Susacağam. Susacaqsan. Susacaq. Susacağıq.
Susacaksınız. Susacaklar. Keçək digərinə. Görüşmək. Görüş. Görüştüm. 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 Görüştük. Görüştünüz. Görüştüler. Daha sonra görüş. İndiki zaman görüşürəm. Görüşürsən. Görüşür. Görüştük. Görüştünüz. Görüştüler. Görüşəcəyəm. Görüşəcəksən. Görüşəcək. Görüşəcəkdik. Görüşəcəyəm. Görüşəcəyəm. Görüşəcəyik. Görüşəcəkdiniz. Siz görüşəcəktiniz. Görüşəcəklər. Bu cür şəkildə qeyd edilir. Keçək dəftərinə. İndi bizdə keçmiş zamanda işlətməyimizi istəyir. Mən oxudum, sən. Sən oxudum, o oxudu. Biz oxuduq. Siz oxudunuz. Onlar oxudular. İndi indiki zamanda işləyəcək. Sən oxuyursan, o oxuyur. Biz oxuyuruq. Siz oxuyursunuz.
Onlar oxuyurlar. İndi gələcək zamanda mən oxuyacağam. Sən oxuyacaqsan. O oxuyacaq. Biz oxuyacaq. Siz oxuyacaqsınız. Onlar oxuyacaqlar. İndi baxırıq. Yaşayırıq indiki zaman birinci şəxsin cəmi. Soruşduğunda D ilə ın şəkilçisi. Sən soruşdun. Du keçmiş zamandır. Sən soruşdun ikinci şəxsin təki. Yoxlayırlar. İndiki zaman. Onlar yoxlayırlar. Üçüncü şəxsin cəmi. Söyləyəcəyim acaq əcək gələcək zaman. Mən söyləyəcəyim. Birinci şəxsin təki. Dinləyər gələcək zamandır. Qeyrqət gələcək zaman. O dinləyər. Üçüncü şəxsin demişdim ki, təkində şəkilçi olmur, şəxs şəkilçisi. Qoruyaram sözü. Baxaq, kökü, zaman şəkilçisi, şəxs. Qoruyaram sözündə sözün kökü qoru. İndiki zaman. Şəxs şəkilçisi. Qazandılar birinci zaman. Qazan sözün kökü. D keçmiş zaman. Lar şəxs şəkilçisi. Sevinəcəksiniz. Sevin. Sevin sözün kökü. Əcək. Gələcək zaman. Siniz. Şəxs sonluğu. Axtar sözün kökü. İndiki zaman. San. Şəxs sonluğu. Tap sözün kökü. Acaq zaman şəkilçisi. Şəxs sonluğu.